Bilmem. Mənim üçün belə deyim sizə maraqlı deyil. O da mənim haqqımda nə yazırlar, nə danışırlar. По-перше, я ж не можу знати, скільки у людини може бути паспортів. 2, 3 чи скільки. Я знаю, що видаються про мене. Mən bilirəm ki, adamın neçə pasportu var. 1-dir, 2-dir, 3-dir. Mən bildiyim odur ki, verdiyi düşmür. Це перше. Bu birinci. Ту фотографію, яку виставили, ну я в житті не знав про це. O şəkili hansı koymuşlar, o şəkili yerləşdirmişlər, mən onu sonra həyatda bildim. А якщо коротко і ясно, то я якою людиною був з першого дня війни, таким і залишився. Mən qısa və konkret demək istəyirəm. Müharibənin ilk günündən necə adım edirsə, o cürə qalmağa davam edirəm. Хай ті, хто пишуть, скажуть, що вони зробили за 4 роки війни в Україні. Amma Kimlər це за? o kimlər ki yazırlar, onlar desinlər ki, 4 il müharibəsində onlar nə edir? Mənim deyəcək sözüm var. Отака відповідь. Cavabım budur. Провокація ладно. Провокація був. Та це мені вже. Мені 60 років, яка провокація? Що про мене? Mən orada provokasiya, mənim adım şahım var, yəni provokasiya söz verirəm. Хай провокують. Nə qədər istəsən, bu hikayəni girəsində. Mən sahibim. Я працюю в полі і получаю від цього задоволення. Mən futbolda çalışıram və bundan üzümlüyəm.